Salam əziz şagirdlər, 13 aprel 2025-ci il bugün keçirilən Riyaziyyat 9-cu sinif buraxılış suallarının izahını verəcəm. Başlayaq 57-ci sualdan. Deyir, düzbucaqlının uzunluğu 40%, enini 20% azaltdıqda sahə neçə faiz azalar? Deməli, uşaqlar, düzbucaqlımızın bilirik uzunluğun biz A ilə, enin B ilə işarə edirdik və sahəmiz də A vurulsun B. Yəni, normal halda bu sahəmiz bizdə 100% idi. Və uzunluğu 40%, enini 20% azaltmaq adı uzunluq. 40% azaltmaq, yəni onun 60%-ni tapmaq deməkdir. Bu bizə verir 0.6A. Enini də 20% azaltmaq, 20% azaltmaq onun 80%-ni tapmaq deməkdir. Bu da bizə verir 0.8B. Onda bu vəziyyətdə sahəmiz necə olur? Bu vəziyyətdə sahəmiz 0.6A vurulsun 0.8B. Bu da bizə verir 0,48 AB. İndi AB-mizə əgər normal halda 100%-dirsə, onda 0,48 AB-yə neçə faiz olar? X faiz olar. Onda buradan AB-lər gedər. Buradan X-i tapanda %48-i 100-ə vuranda 48%. İndi necə dəyişdi? Bəs əvvəl 100% idi, 48%-ə düşübsə, 100%-dən 48%-ni çıxarıq, deməli 52% azalar. Doğru cavabımız 52% azalar. Şagird düz yazıb A variantı. 58-ci sualda. Kubun tirini 2 dəfə azaltdıqda həcmi necə dəyişər? Kubun həcmi A-nın kubudur. 2 dəfə azaldanda həcm də 8 dəfə azalacaq. Deməli, doğru cavab A variantı. Şagird doğru yazıb. 59-cu sualda. Şəkli çəkməyə ehtiyac yoxdur. Elə şagird doğru yazıb. Ümumi bu bucaq düz bucaq olduğuna görə 90 dərəcədir. Bizə DOC, buranı 25 dərəcə veribsə, bizdən buranı istəyir, AOD-ni istəyir. Bilirik, ümumi 90-sı 25-ini çıxarıq. Bucaq AOD, onlar 90 çıxılsın 25, cavab 65 dərəcə. Şagird doğru yazıb, C variantı. 60-cı sual. Kəsrini ixtisar edin. Deməli, uşaqlar, M-in kvadratı çıxılsın. Burada elə M-in kvadratı ilə 5M-i bir bu tərəfə yazaq. Üstə gəlib 5M. Çıxılsın 5N, çıxılsın M-in. Bunları da bir tərəfli yazaq. Bölünsün 25 çıxılsın M-in kvadratı. Bərabərdir. Buradan M-i mötərizə xaricinə çıxardıq. Buradan da ortaq N-ləri mötərizə xaricinə çıxardıq. Birincidən M-i mötərizə xaricinə çıxarsaq, qalacaq M plus 5. İkincisindən ortaq N-dir. N-i mötərizə xaricinə çıxarsaq. Və unutmayaq ki, qarşıda mənfi var. Onda burada necə qalacaq? Qarşıda mənfi varsa, buradan mənfi çıxıbsa, müsbət qalacaq 5. Buradan da mənfi qabağa çıxıbsa, burada müsbət M qalacaq. Bölünsün. Məxrəci də bilirsinizdə 25 minus M-in kvadratı 5 minus M kvadratlar fərqi. Bir də 5 plus M-dir. Buradan da ortaq M plus 5-dir. Bunları mötərizə xaricinə çıxarsaq, M plus 5-i mötərizə xaricinə çıxarsaq, birincidə M qalar, ikincisində çıx N qalar. Məxrəcdə də 5 çıx M, 5 plus M. Bunlar eynidir, ixtisar gedər. Qalar M çıxılsın N, bölək 5 çıxılsın M. Deməli, cavabımız olur M çıx N, bölünsün 5 çıxılsın M. Baxaq, görək şagird düz yazıb, bəli. B variantı düz yazıb. Keçək 61-ci suala baxaq. 61-ci sualda görək necədir sual. Adi tənlikdir. Bildiyimiz adi tənlik. 3 vurulsun x minus 2 6 tənliyin həll elə. Bəli, buradan da deməli uşaqlar 3 vurulsun x minus 2 6-dırsa, 6-nı 3-ə böləndə 2, 2 ilə 2-ni cəmlədik 4. Deməli şagird doğru yazıb. 62, bu da sadə bir tənliklər sistemidir. 2x plus y 0-dır, x çıx y 6-dır. X-i soruşur bizdən. Tərəf-tərəfə cəmləsək bunları, y-lər gedər. 3x-imiz 6-dır. 6-nı 3-ə bölsə, x-imiz 2-dir. Bəli, doğru yazıb şagird, B variantı. Sonra keçək 63-cü suala baxaq. 63-də hansı funksiyan qrafikin üzərindədir? Üzərindədirsə, x-in qiymətini verdiksə, y-i alırsa, deməli onun üzərindədir. Şagird elə doğru yazıb, D variantı. Çünki x-ə mənfi 5 versə, mənfi 5-i mənfi 2-ə vursaq, müsbət 10, üzərinə 6 gəlsə, 16. Bəli, onu 63 D variantı olur. 64. Əkob 18-36 üstə gəl əbob ondan 11-i deyir. Tap. Uşaqlar, əkob nə idi? Bu ədədlərə bölünən ən kiçik ədəd. 18-ə 36-ya bölünən ən kiçik ədəd elə 36-nın özüdür.
10 ilə 11 ardıcıl ədədlər olduğuna görə onların əbobları 1-dir. Ardıcıl ədədlər biz bilirdik ki, qarşılıqlı sadədir. Əbobları 1, əkobları hasil olur. Deməli, əbobları 1-dir. 36 ilə də 1-i cəmləsək 37 olar. Y variantı. Sonra 65-ci suala baxaq. Tənasübdən deyir x-i tap. Bu da sadə bir tənasübdür. X bölünsün 5 bərabərdir 21 böl 15. Deməli, uşaqlar, buradan 5 ilə 15 ixtisar gedər. Burada 3 qalar. 3-ü vurarıq x-ə. 3x-imiz 21-dirsə, 21-i 3-ə bölsək, x-imiz 7 olar. Şagird doğru yazıb. Keçək 66-ya baxaq. İlk 10 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olunması ehtimalını tap. Ehtimal ümumiyyətlə nə idi? Ehtimal əlverişli halların sayın mümkün halların sayına bölürdük. Mümkün hal ilk 10 dənə natural ədəddir. Əlverişli hallar sadə ədədlər. Sadə ədədlər 2-dir, 3-dür, 5-dir, 7-dir. Deməli, neçə dənədir? 1-dən 10-a qədər sadə ədədlər 4 dənədir. Deməli, 10-da 4. Sayın yazırıq da, 10-da 4. 2 ixtisar getsə, cavabımız nə olar? 5-də 2 olar. Bəli, yenə şagird doğru yazıb. Y variantı. 67-ci suala baxaq. 67-də çevrəyə aid sualdır. Deməli, verilənləri bu şəkli çəkim. Çevrədir. Bu çevrədə bura mərkəz O nöqtəsidir. Bura B-dir, bura A-dır, bura C-dir. ABO, buranı bizə ABO 22 dərəcə verib. Buranı ACO 28 dərəcə verib. Və bizdən BAC haradır? BAC buranı istəyir. Bizdən bu bucağı istəyir. Deməli, uşaqlar, bura bir x desək, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısı idi. Deməli, bura 2x olar. Bu da axı mərkəzi O nöqtəsidir. Mərkəzi bucaqdır. Mərkəzi bucaqda ilə söykəndiyi qövsə bərabər idi. 2x-dir. Və üç bucaqdan belə biz qaydamız var idi. Deyirdik ki, bu içəridəki olanların cəmi bu orta bucağa bərabər olur. Yəni x plus 22 plus 28 bərabər olurdu bu ortada 2x-ə. Onda buradan 2x-dən x-i çıxsa, x 28-dən 22-nin cəmi 50. X-imiz oldu 50 dərəcə. Sonra bizdən də bu bucağı istəyir deyə cavabımız olur 50 dərəcə. Şagird doğru yazıb. Keçək növbəti 68-ci suala baxaq. 68-ci sualda tərəfi 12 olan kvadratın perimetri. Çox sadə. Kvadratın perimetri 4-adır. Tərəfi 12-dirsə 4-ü 12-yə vurarıq. 48. Şagird doğru yazıb. 69-a baxaq. Sadə hesabda 56 vurulsun. Mənfi 15 bölünsün. 14 vurulsun. Uşaqlar, mötərizən için birbaşa yazdım. 5-i 10-a vuranda 50 edir. 20-dən də 50-ni çıxanda mənfi 30 edir də. Deməli, mənfi 15, mənfi 30. Mənfilər ixtisar gedir. 15 ilə 30 gedir. 2 qalır. 56 böl 14-ü 2-yə vuranda 28. 56-nı da 28-ə böləndə 2. Şagird doğru yazıb. 70-ci suala baxaq. Çox ədlisini vuruqlara ayırın. Deməli, C vurulsun. Mötərizədə x plus y çıxılsın. D vurulsun. Mötərizədə x plus y bərabərdir. Hər ikisində ortaq x plus y-dir. Mötərizə xaricinə çıxardarıq. Qalar burada C, burada da çıx D. X plus y vurulsun. C çıx D. Şagird doğru yazıb. A variantı. 72-ci suala baxaq. Aha, 2 rəqəmlidir. Ədədi tap. Bunların deməli uşaqlar açılışını açmalıyıq. AB üstü natural xətt üstəgəl BA bərabərdir 88 vurulsun açıq B. Şərtini ödəyən 2 rəqəmli AB ədədini deyir tap. Mötərizəni vurub açanda nə olur? 10A üstəgəl B. Üstəgəl 10B üstəgəl A bərabərdir 88 vurulsun açıq B-də yerində. 10A bu da 11A 11B. 11-i də mötərizə xaricinə çıxarsaq qalar A üstəgəl B. Bildinizdə 10A bu da 11A, B bu da 10B, 11B. Hər ikisindən 11-i mötərizə xaricinə çıxarsaq qalar A plus B. 88 vurulsun A minus B-də yerində. 11 ilə 88 gedər 8 qalar. Buradan A plus B nəyə bərabərdir? 8-i vurub açsaq 8A çıx 8B. Buradan da 8A-dan A-nı çıxsaq 7A. Mənfi 8B olan müsbət keçər toplanar 9B. Deməli 7 ayımız 9B-dirsə bilirik A-ya 9, B-yə 7. Çünki artıq bilirik axı üstündə natural xətt var idisə bunlar rəqəm sayılırdı. Rəqəmlər də ki 1-dən 10-a qədərdir. Yəni 0-dan 9-a qədər. Daha doğrusu ona görə biz A-ya, B-yə ancaq 0-dan 9-a qədər
qiymət verə bilərik. Burada da ayımız 9, B-miz 7-dir. Adətən 9K, 7K yazırıq. Burada ehtiyac yoxdur. Onsuz da K-ımız biz 1 verə bilərik də. Yəni K-ya 2 versək artıq 18, 14 olar. Onlar da rəqəm sayılmaz. Deməli AB-mi soruşur. Ayımız 9, B-miz 7. Cavabımız olur 97. Şagird doğru yazıb. 73-cü sualda qarşı təpələrdən biri deyir koordinat başlanğıcında bir koordinat başlanğıcı çəkək. Burası koordinat başlanğıcı bilirik y, x-dir. Deyir qarşı təpələrdən biri koordinat başlanğıcında. Digər isə 8 - 8 nöqtəsində. 8 - 8 nədir? Yəni birinci x-in 8-i təxminən bura olsun. Y-in də mənfisi buradadır da, -8. Bu bizə soruşur ki, bu fiqurun sahəsini soruşur. Bu alınan bir kvadratdır. Kvadratın sahəsini istəyir. Bu da çox sadə. Onsuz bu 0, 0'dır da koordinat başlanğıcı. Elə 0-dan -8-ə qədər məsafə 8 qədərdir. 0-dan 8-ə qədər məsafə 8 qədərdir. Kvadratın tərəfi 8-dirsə, sahəsi də 64-dür. Deməli, -64 yox, müsbətdir. Yəni sahə heç vaxt mənfi olmaz. Deməli, cavabımız müsbət 64-dür. 74-cü suala baxaq. Bu da sadə sualdır. 74-də adi hesablı ifadəsinin deyir qiymətini hesablayın. Uşaqlar, 2-ni vurub mötərizəyə atsaz, 2'lər yazdım, misal köçürüm. 2,85'in kvadratı böl 2. Üstə gəl 7,15'in kvadratı böl 2. Üstə gəl 2,85 vur 7,15. 2'ni vurub mötərizəni açanda 2'lər gedəcək. Qalacaq 2,85'in kvadrat. Bu 2 də gedəcək. Qalacaq 7,15'in kvadrat. 2'ni də vuranda bu hasilə 2 vur 2,85 vur 7,15. Bax, fikir versəz, bu da bir cəmin kvadratıdır da. Bu hansı cəmin kvadratı? 2,85 ilə 7,15'in cəminin mötərizə kvadratıdır. Bunu cəmləyəndə neçə edir? 11/10 10 edir də. Onun da kvadratı 100. Deməli, doğru cavabımız 100'dür. Şagird cavab 100 yazıb. Bəli, bunu da doğru yazıb. Keçək növbəti 75-ci məsələyə baxaq. Misal daha doğrusu. Deməli, bu sualda hasil 6'dır. Yenə y-in z hasil 18'dir. Soruşur ki, x plus y plus z cəminin ən kiçik qiymətini deyir, tap. Deməli, uşaqlar, hasili 6 edən ədədlər. Məsələn, hansı ədədlər ola bilər? 2, 3. Əgər y 3-dürsə, onda z-im neçə olmalıdır? 3'ü nəyə vuranda 18'dir? 6'ya. Onda bu cəm neçə edir? 5, 11. Onda cəm 11 olur. Hələ ki 11'i götürməyək, yenə dəyişək. X-ə 3 verək. Bu səfər y-ə 2 verək. Onda y-ə 2 verəndə 2'ni nəyə vuranda 18 edir? 9'a. Onda bəs bu cəm neçə edir? 5, 9, 14. Aha. Sonra x-ə biz 6, y-ə 1 versək. Onda hasil 6 olur. Y-in 1-sə z-in 18'dir. 19, bu da 6. Cəm onda 25 daha böyük olur. Onda bunun yerini dəyişək. X-ə 1, y-ə 6 verək. X-ə 1, y-ə 6 versək, 6'nı nəyə vuranda 18 edər? 3'ə. Deməli, x1, y6, z3. Belə olanda daha kiçik olur. 1 üstə 6, 7, 7 ilə də 3'ün cəmi onda 10. Ən kiçiyi deməli 10 olur. Deməli, cəm 11, 14, 25, 10. Bizdən cəmin ən kiçik qiymətini istədiyinə görə cavabı 10 götürürük. Doğru cavab 10 yazıb. Bunu da şagird doğru yazıb. Afərin. Keçək 76'ya baxaq. 76-cı sualda bərabər tərəfli üçbucağı verib. Element üçbucağı. Bərabər tərəfli üçbucaq çəkək. L, M, N. Bu bərabər tərəfli üçbucağın sahəsi, bir dənə ABC üçbucağı çəkək. ABC üçbucağı da bir dənə. Bu üçbucağın sahəsindən 16 dəfə böyükdür. Aha, indi diqqət edin. Bu üçbucağın perimetrini 9 verib. Bu üçbucağın perimetri 9'dursa, bərabər tərəfli üçbucaqsa, deməli bunun tərəfləri 3 3'dür. Aha, indi bu üçbucaq elementin üçbucağı bu üçbucaqdan 16 dəfə böyükdür. Onda bu üçbucağın tərəfini soruşur. Bu üçbucağın tərəfini soruşur. Onda uşaqlar, bərabər tərəfli üçbucağın sahə düsturu necə idi? Əslində bunu belə də demək olar. Sahədə onsuz da sahənin 16 dəfə böyük olması elə tərəfin 4 dəfə böyük olması deməkdir də. Çünki bərabər tərəfli üçbucağın sahəsi a kvadratı kökdə 3 bölü 4 daxı. Sahə ilə tərəf kvadratik mütənasibdir. Əgər sahə 16 dəfə böyükdürsə, tərəf 4 dəfə böyük olmalıdır. Onda bunun tərəfi 3-dürsə, onda bunun tərəfi ondan 4 dəfə böyük 12 olacaq.
Yəni belə də ki, sahə düsturunu yaza bilərsiniz. Əgər bunun tərəfi varsa, onda bu gətirib yerinə qoysaz olacaq 9 kökdə 3 bölü 4. İndi bu üçbucağın sahəsi isə bundan 16 dəfə çoxdursa, bunu 16-ya vurarıq. 16 vur 9 kökdə 3 bölü 4. Bərabər olar və bu üçbucağın tərəfi adısa, sahəsi yenə a kvadratı kökdə 3 bölü 4 olur. 4-lər ixtisar gedir, kökdə 3-lər ixtisar gedir. A kvadratı bərabər 16-nı 9-a vuranda 144 edir, ayımız 12 olur. Amma bu qədər uzatmağa ehtiyac yox idi. Yəni sahə 16 dəfə çoxdursa, tərəf deməli 4 dəfə çoxdur. 3-dürsə, deməli cavab olur 12. Doğru cavab 12 olur. Şagird təəssüflər bunu səhv yazıb. Cavabımız 12 olur orada. Deməli 77-ci sual. X verilib 5 çıx 2 kökdə 6. Y verilib 5 plus 2 kökdə 6. Soruşur ki, x, y hasilin x, y cəminə nisbətini tap. İlk növbədə bunların hasilini tapaq. Hasili bunları bir-birinə vuranda kvadratlar fərqidir. 1 minusu, 1 plusu. Bilirik bizə nə verir bu? 25 çıx 24. 1 verir. Bəs cəmi bizə nə verir? Cəmləyəndə bunlar ixtisar gedir, əks ədədlərdə cəmi 10 verir. İndi bizə də deyirdi ki, hasilin cəmə böl. Yəni 1-i 10-a böl. Cavabımız olur 0,1. Təəssüflər olsun, şagird cavaba 1 yazıb, amma məxrəci unudub. 1 bölü 10. 0,1 olmalı idi. Keçək 78-ci ətraflı suallara. Şagirdlərin çətinlik çəkdiyi bu dəfəki imtahanda bu ətraflı yazılar olub. Deməli, başlayaq 78-ci sualda. Nə deyir? 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Birinci yeşik, ikinci yeşik. Bilmirəm, birinci yeşikdə nə qədər var, ikinci yeşikdə nə qədər var. Amma bunların cəmi 50 kiloqramdır. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürülür. 6 gündən sonra. Baba, bu 6 gündən sonra sözün diqqət edin. Çünki hər gün 3 kiloqram götürülürsə, 6 günə bu nə qədər götürülüb? X çıx 18 götürülüb. X çıx 3 yazmayın. Çünki bir günə 3 kiloqram götürülübsə, 6 günə artıq 18 kiloqram götürülüb. Bir günə 2 kiloqram götürülübsə, 6 günə artıq 12 kiloqram götürülüb. Onda bu götürüləndən sonra bərabər miqdarda qənd alındı. Yəni bunları bir-birinə nə edərik? Bərabər edərik. Buradan da y-i sola atsam, x çıx y. Mənfi 18 sağa, müsbət 18-dən 12-ni çıxanda 6 edər. Deyir, məsələni tənlik və tənliklər sistemi ilə həll edin. Qurmaqla həll edin. Deməli, x çıx y-imiz 6 oldu. X plus y-imiz də 50 idi. Tənliklər sistemi qurub həll edirik. Bu sualları ətraflı şəkildə yazmaq lazımdır. Deməli, y-lər ixtisar gedər. 2x bərabərdir 56, x bərabərdir 28. Bizdən soruşurdu, əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var? Əvvəlcə birinci yeşikdə x idi, x-i də 28 tapdıq. Doğru cavab 28-dir. Sonra 79-cu məsələyə baxaq. 79-cu məsələdə nə deyir? Satıcı şarın birini 12 qəpiyə alıb. 12 qəpiyə alıb 15 qəpiyə satır. Sonra satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satar? Deməli, uşaqlar, neçə dənə şar var? Şarları bilmədiyimizə görə x götürsək sayların. Əgər 12 qəpiyə alıb 15 qəpiyə satırsa, deməli bu 3 qəpi qazanc əldə edirsə, şarların sayı x-dirsə, onda 3-ü vurarıq x-ə ki, ümumi gəliri əldə edə bilək. Deməli 3x. Satış zamanı 5 dənə şar partlayıb. Deməli 5 dənə şar partlayıbsa, 12 qəpikdən şarı alırdısa, onda bu 60 qəpik çıxacam da bu 3x-dən. Çünki partlayıb axı bunu sata bilmir. O bütün şarlarını alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, onda bu böyük olar nədən? Bütün şarların alqı-satqısından 6 manatdan. 6 manatımızı da qəpiyə çevirsək, 600 qəpik deməkdir. Onda buradan 3x böyük olar 600-dən. X də böyük olar 600 üstünə 60 gəlsək 660-dan. X də böyük olar 220-dən. Deməli, uşaqlar, x böyükdür 220-dən. İndi bizə deyir ki, ən azı neçə şar alıb satmışdır. Deməli, 220-dən böyük ən az 221 dənə alıb. Düzdürmü? 221 dənə ala bilər. Daha doğrusu 221 dənə satıb. Bəs nə qədəri almışdı? Nə qədəri almışdı? Axı bu 5 dənə şarı da partlamışdı, onu da almışdı da. Ümumi 226 dənə şar almışmış.
Satdıqları 221 dənə olub. Çünki 5 dənəsi partlayıb, artıq o 5 dənəsini sata bilməyib. Ona görə cavabı bu cürdə yazırsınız. 221-i satıb, 226-sını almışmış. Keçək növbəti 80-cı məsələyə. 80-cı məsələdə düzbucaqlı üçbucağın deyir, katetlərdən biri digərindən 2 sm böyükdür. Deməli, katetin birinə x desəm, digər katetlərdən biri digərindən 2 sm böyükdür. Digəri bundan x plus 2 olsun. Bax, bu katet digərindən 2 sm çoxdur. Digər kateti bilmirəm, x-dir. Katet də bundan 2 sm çoxdur. Amma hipotenuzdan 2 sm kiçikdir. Həmən bu katetdən söhbət gedir. Bu katet digər katetdən 2 sm çoxdur, amma hipotenuzdan 2 sm kiçikdirsə, deməli hipotenuz x plus 4-dür. Onda düzbucaqlı üçbucaq Pifaqor teoremi yazarıq. X kvadrat üstəgəl x plus 2-nin kvadratı bərabərdir x plus 4-ün kvadratına. Bunu da vurub açanda x kvadrat plus mötərizələri açanda 4x plus 4, x kvadrat plus 8x plus 16. Hər tərəf x kvadratdır, ixtisar gedər. X kvadrat 8x olan mənfi keçəndə, mənfi 8-də x-dən 4x çıxanda mənfi 4x. 16 olan mənfi 16-dan 4 mənfi 12 bərabər 0. Bunu da bilirik, cəmləyəndə 4 vuranda mənfi 12, cəmləyəndə 4 vuranda mənfi 12, mənfi 2 ilə 6-dır. İndi burada mənfi 2 tərəf mənfi olmaz, x-i 6 götürəcəyik. Bizdən soruşur hipotenuzu tap, hipotenuz da 6 plus 4, cavabımız olacaq 10. Doğru cavab 10 olacaq. Belə. Keçək 81-ci məsələyə baxaq, sonuncu məsələ. Deməli, bu fiqurun sahəsini istəyir. Deməli, uşaqlar, yəni bu şəkil aydın görsənir. Bunun üzərində həll edək. Deməli, yarım çevrənin diametridir. Deyir, şəkildə verilmiş fiqurda BC parçası O nöqtəsində olan yarım çevrənin diametridir. BC qövsün uzunluğu. Bax, bu qövsün uzunluğu bizə 4 pi verib. 4 pi. Bu qövsün uzunluğu bizə 4 pi verib. İndi bu yarım çevrənin qövsü 4 pi isə ümumi çevrə 8 pi olur da. Çevrənin uzunluğu da 2 pi'dir. Əgər bu 2 pi'imiz yarımı 4 pi'dirsə, bütövi 8 pi'dir. Onda bu 2'yə geçsə, bu radius olar 4. Düzdürmü? Radiusu 4 tapdıq. Sonra nə deyir? A10'u bizə 6 verib. Bu A10'u bizə 6 verib. AB AC-yə bərabərdir. Yəni, bərabər yanlı üçbucaqdır bu. Bu üçbucaq gördüyünüz ABC üçbucağı. Verilən fiqurun sahəsini tap. Bu verilən fiqur bir üçbucaqdan ibarətdir. Bu gördüyünüz ABC üçbucağı. Bir də ki, yarım dairədən ibarətdir. Birinci biz ABC üçbucağın sahəsini tapaq. Radiusu 4 tapdıq. 4, 4. Onda diametri ümumi 8-dir də. Yəni, üçbucağın oturacağı 8-dir. Hündürlüyü də ki, 6-dır. Onda sahəsi necə olacaq? Tərəf həmən tərəfə çəkilən hündürlüyün hasilin yarısı. 24. Deməli, sahəni 24 tapdıq. Yarım dairə də ki, uşaqlar, dairənin sahəsi də bilirsiniz də pi r kvadratdır. Əgər radius 4-dürsə, amma yarım dairə olduğuna görə 2'yə böləcəyik. Çünki bu yarım dairədir axı, yerdə qalan fiqur. Radius 4-dürsə 16 pi böl 2. 16 pini 2'yə bölsək 8 pi. Onda bizdən ümumi fiqurun sahəsini istədiyinə görə S ümumi fiqurun sahəsi 8 pi plus 24. Doğru cavab olur 8 pi plus 24. Bu qədər uşaqlar. Sağ olun. İnşallah növbəti videolarda görüşərik. Növbəti imtahan verən şagirdlərə də uğurlar arzu edirəm. Sağ olun.